Sumqayıtda marşrut qalmaqalı. Sürücü avtobusu saxlayıb getdi. Sonra isə siqaret çəkdi. Sumqayıtda 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün davranışı sərnişinlərin narazılığına səbəb olub. Sumqayıt TV xəbər verir ki, Musavat.com-a müraciət edən sakinlərin iddiasına görə 50 AE 643 dövlət nömrə nişanlı avtobusun sürücüsü iyulun 13-də saat 11:30 radələrində marşrut üzrə hərəkətdə olarkən nəqliyyat vasitəsini yolun ortasında saxlayıb. Sərnişinlərin sözlərinə görə sürücü avtobusu təxminən 10 dəqiqə həmin vəziyyətdə qoyaraq şəxsi işi ilə məşğul olmaq üçün ərazidən uzaqlaşıb. Bildirilib ki, sərnişinlərin narazılığından sonra sürücü yenidən avtobusa qayıdaraq hərəkəti davam etdirib. Lakin iddialara görə bununla da problem bitməyib. Sakinlər qeyd edirlər ki, sürücü marşrutu davam etdirərkən sükan arxasında siqaret çəkib. Sərnişinlərin etirazlarına baxmayaraq o siqaret çəkməyə davam edib və iradlara məhəl qoymayıb. Hadisə ilə bağlı təqdim olunan görüntülərdə sərnişinlərin iddia etdiyi həmin anların əks olunduğu bildirilir. Qeyd edək ki, Sumqayıt TV məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənməyə və cavabını dərc etməyə hazırdır.